Vətənimizin dilbər güşələrindən biri Gədəbəy torpağı. Son günlərin ən gərgin döyüşləri burada, başkənd uğrunda gedib. Hərbi operatorumuz Nizami Abbas və hərbi təlimatçı Hüseyin Mahmudov bu xəbəri eşidən kimi Tərtərdəki döyüş meydanından birbaşa bu döyüş meydanına yollandılar. Hala da burada da var, yerine götürərsiniz. Davay, gezeyim, gezeyim, davay, mütləq. Asıl şeylerdi. Azərbaycan torpağının sinəsindən vaxtilə başsız başçılarımızın cinayətkarlığı sayəsində ermənilərə pay verilmiş qədim ulu yurdumuz başkənd. Son illər bura ermənilərin cinayətkarlıq yuvasına çevrilmişdi. Şınıq cəmaatının kəsə yolu başkənddə yerləşən erməni quldurlarının ucbatından nə qədər uzağa düşmüşdü. Xalqımızın qatı düşməni Taybulaq Andranikə kəndin girəcəyində daşnaqlar heykəl ucaltmışdılar. Vaxtilə onun qulağını kəsmişdik. Bu dəfə isə o başını da itirməli oldu. Erməni ikiyüzlülüyünün bariz nümunəsi. Daşnaq heykəlində Rus bolşeviklərinə yaltaqlanmaq üçün 5 güşəli ulduz həkkiləməyi onlar güya özlərinə şərəf biliblər. Yol boyu bizə qeyrətli əskərimiz Məzahir bəy Hüseynov bələdçilik edirdi. Gədəbəy hərbi bölməsi komandirinin sağ əli Məzahir Məhərrəmoğlu. Onun qanını papağı. Onun qanını papağı verməyə bayan kimi. Ha, ya, ağaç ya. Onun kaçta akıllı burada yıkıldığını yerde, bundan yana bakabilmedik. Bize Valera var, bizim Zangir Benler'in, bizim Ustamoğlu Şokli. Ocu yanına aldı, buradan üç uşaklar tükürdü. Buradan o yana gidiyor. Buradan o yana bizim uşaklarla bizden geldi. Ama ocu kaçıp burada yıkılmıştı, buradan yana getirdi. Patlaması da yardım çorapsızdı bizim uşaklardan. Yoruldu yani. Ha? Yorulmuş. Ha, yorulmuş, yok, kendi nefes oluyor. Hünde bir şey. Hünde bir şey de var. Bu dağlara Taybulaq Andraniklərin yox, bugünün Koroğlularının, Babəklərinin, Səttar xanlarının heykəli yaraşır. Bu dağların hər birinin zirvəsində gərək azad Azərbaycanın üç rəngli milli bayrağı dalğalansın. Mutudərə kəndi. Son zamanların cəbhə xəbərlərində bu kəndin adı tez-tez çəkilirdi. Ermənilər Gədəbəyin böyük bir ərazisinə müxtəlif silahlardan, hərbi texnikadan atəş açırdılar. Nəhayət, azadlıq uğrunda silaha sarılan qəhrəman əskərlərimizin qalibiyyətli yürüşü düşmənə tam məğlubiyyətin acısını dartdırdı. Kənd uğrunda bu bala güvərçinin də yuvasını uçurdular. Bu dilsiz ağızsız heyvanların günahı nədir? Tutacaq bu ahlar sizi. Vallah tutacaq. Dərin qazını tapısın. Yok, etrafların yerine. Daha buradan sizi işte. Ya ağzı başını işte de yaydı o işte. Porsuk yuvasına bənzəyən bu cinayət yuvalarından daha erməni çaqqallarının ulaşması eşidilməyəcək.
sağaldacağıq torpağımızdakı bu çəngər yaralarını, sağaldacağıq. Ermənilərin öldürmədikləri, bəlkə də qəsdən öldürmək istəmədikləri ən yaxşı nişanə. Bu heyvan onlara verilən ada necə də yaraşır. Gədəbəyin, Qazağın, Tovuzun, Şəmkirin hərbi bölmələrində döyüşən qəhrəman əskərlərimizin igidliyi sayəsində düşmənin daha bir yuvası darmadağın edildi. Vətənimizin 46 kvadrat kilometrlik ərazisi başkənd erməni yaraqlılarından geri alındı. Ne oldu? Kodlanacak? Onda kodu koy. Kodu koy. Kimi teğeni kaçtı? Ermeni'nin kardeş. Onu gördükleri bizimkiler. Onu işe salma ola. İşe salma ola. Yok. Valla düşmedi. Gelecek istifade edemiyorlar da. Ele eleyeceği yolun Allah buraya gittiler. Bu tüzeriye değek birisi Gel bir var. tane. Böyle bir çağır. O Ermeni'nin gözü. Fakat şöyle değil. Ermeni'nin gözüne vuracak ki. Yarın seçeceğiz. Azərbaycan torpağı olubdur. Deməli, 1929-cu ildə keçmiş SSR Mərkəzi İcraiyyə Komitəsi Azərbaycanla Ermənistan arasındakı mübahisəli torpaq məsələsini müzakirə edərək qərara gəlib ki, Barxudarlı ilə Qazax rayonu arasındakı torpaq zolağı Ermənistana qalmaqla başkənd Azərbaycan torpağı hesab olunur. Lakin sonra nətər olubsa, Ermənistan Barxudarlı ilə Qazax rayonu arasındakı torpaq zolağını da ələ keçirir. Eyni zamanda başkəndi də ələ keçirir. Lakin bundan sonra Azərbaycanın dövlət idarə orqanları başkənd haqqında heç bir qərar qəbul etmir. Yəni, başkəndin Ermənistana verilməsi haqqında Azərbaycan Respublikasının qərarı olmur. Bunu nətər olubsa öz-özünə mənimsəyiblər. Ona görə də bugün biz qanuni şəkildə başkəndi Azərbaycanlaşdırdıq. Düzgün elədik. Hərəkətimiz düzgün. Borcumuzdur. Bize ata-babadan kalan toplar. Olmaz ki kalkıp buraya ayağını basar. Hem de basmayacaklar. Bir bas ki kaynağı aldı. Gene basar, gene onu bucak kaynağı alacak. Kesin Ermenilerin anasını ağladan başkender budur. Hakikaten bütün burada ne kadar onların tanklarını, top kurgularını məhveleyen İskender Bey. Hatırlıyorum şimdi. Artileriz en bizim fəxrimiz İskender Bey budur. Onun çelikleri var yetiştirip sahip ustamız var. Sadık Bey var. Hamısı necə lazımdır bunlar beraberleşirler, işte yakınlaşırlar. Yaşlı olur. Ha, Allah da koysa, İskender Bey kimi bizim oğlanlarımız var. Qələbə bizdendir. En balaca geçtezi var. Söz ondadır. Şimdi bir balaca dezmək lazım.